Alt dünya, qaranlıq səssizliyin dərsləri uzaq illərin, min illərin acı şirin xatirələrini və əcdadların hikmətini özündə cəmləşdirən Azərbaycanın dağlıq bölgələrindən birində Xanabad adlı kiçik, lakin ruh dolu bir kənd yerləşirdi. Bu kəndin dar daş küçələri, ətrafdakı sərt dağların və sərin meşələrin qoynunda axan çayın səsi ilə hər kəsin qəlbində dərin izlər buraxırdı. Hər daşda, hər yarpaqda sanki keçmişin, əcdadların öyrətdiyi dəyərlərin və həyatda yaşanan kədər, sevinç, ümid və sarsılmaz inamın sədası eşidilirdi. Kəndin sakinləri nəsillər boyu ötürülən ənənələrə sadiq qalıb, torpaqla, təbiətlə və insanlıq dəyərləri ilə bağlı yaşamın dərin mənalarını hiss edirdilər. Lakin bu səmimi həyatın ortasından insanın öz varlığının, ömrünün dərinliklərini və ən böyük sınaqları kəşf etməyə can atdığı bir dövrdə alt dünyaya adlanan qaranlıq və sirli bir məkan barədə qədim nağıllar danışılırdı. O nağıllara görə alt dünya yalnız ölümlülərin deyil, eyni zamanda insanın qəlbində gizlənən ən dərin kədərin, gizli arzuların və sarsılmaz ümidin təcəssümü idi. Kəndin hörmətli ailələrindən biri olan Məmmədovlar ailəsi bu sirlərə ən yaxın olanlardan sayılırdı. Ailənin başçısı Həsən bəy torpaqla, ailə bağları ilə və keçmişin öyrətdiyi dəyərlərlə dolu həyatını övladlarına nümunə edərək, həyatın hər bir sınağı, insanın öz içində yanan sarsılmaz işığın, sevginin və mərhəmətin təcəssümüdür, deyə öyüd verərdi. Həsən bəyin iki övladı, çalışqan gənc Rafiq və incə ruhlu, şeir dilində öz duyğularını ifadə edən Nigar, atasının sözlərinin, ailə ənənələrini və torpağın sədasını dərin izlərlə öz ürəklərində daşıyırdılar. Bir gün Həsən bəy məscidin sükutlu küncündə toplanan insanlara köhnə əl yazmalarında nəsillərin xatirələrində yazılmış sözlərlə belə deyirdi: Əzizlərim, hər birimizin içində həyatın ən dərin sirrini, varlığımızın əsli məzmununu gizlədən, qaranlıqda gizlənmiş o alt dünya vardır. O, yalnız ölümlülərin dünyası deyil, həm də hər kəsin qəlbindən dərin kədərin, unudulmuş arzuların və sarsılmaz ümidin sədasıdır. Biz bu sədaları dinləyərək həyatın əsl dərslərini öyrənməli və gələcəyə daha inamlı addımlarla irəliləməliyik. Bu sözlər gənc Rafiqin qəlbində böyük bir sual oyatdı. O, çoxdan öz-özünə düşünürdü ki, həyatda qarşılaşdığı bütün çətinliklər, kədər və sevinclərin arxasında əslində hər kəsin öz içində gizlənmiş o alt dünya, yəni qəlbin ən dərin, qaranlıq və eyni zamanda işıqlı sirlərinin olduğunu anlasın. O, qərara gəldi ki, bu sirri öyrənsin, öz həyatının ən böyük sınağı olaraq alt dünya sirlərinə səyahət etsin. Rafiq, öz içində yanan sarsılmaz ümid və araşdırma arzusu ilə kəndin yaxınlığındakı geniş dağlıq ərazilərə, qaranlıq meşələrə və sirli mağaralara doğru yola düşdü. O, Tolstoyun romanlarında təsvir olunan qəhrəmanların kimi öz varlığının, kədərin və sevincin dərinliyini kəşf etmək üçün yorulmadan gedirdi. Dağların sərt qayalarından, meşələrin sərin kölgələrindən axan çayın səsi arasında Rafiq hər bir addımından öz içindəki qaranlıq və işıqlı hissləri birləşdirən, həyatın əsl mənasını axtaran sirləri eşidirdi. Bir neçə gün davam edən səyahətindən sonra Rafiq dağların bir ətəyində nəhəng bir mağaranın qarşısına çıxdı. Mağara uzun illərin, dərin kədərin və unudulmuş arzuların sədası kimi qaranlıq və sirli idi. Rafiq mağaranın qapısında dayanaraq içəridə nələr ola biləcəyini, əslində bu alt dünya sirlərinin harada gizlənə biləcəyini düşünürdü. O, öz qəlbində hər bir əngəl, hər bir sınaq, o alt dünya insanın öz içindəki ən dərin sirlərin açarıdır, deyə fısıldayırdı. Rafiq mağaraya daxil olduqda içəridə soyuq və qaranlıq bir hava ilə qarşılaşdı. Hər addımında mağaranın divarlarında illərin tozunun, əcdadların sirlərini xatırladan naxışlar, qaranlıq kölgələr və sanki keçmişin acı şirin xatirələrini daşıyan izlər gördü. O, bir müddət diqqətlə irəlilədikcə mağaranın dərinliyində böyük bir otağa çatdı. Bu otaq sanki alt dünya idi, hər küncdə, hər daşda, hər çatlaqda insanın qəlbində yanan o sarsılmaz ümid və kədərin izləri, həyatın əsl dərsləri gizlənmişdi. Otaqda Rafiq köhnə səs yazıları, əlyazmalar və şəkillərlə dolu bir künc tapdı. Bu əlyazmalarda nəsillərin öyrətdiyi, keçmişin acı və şirin hekayələrin, ailə və dostluq bağlarının, sarsılmaz ümidin və dərin duyğuların izləri yazılmışdı. Rafiq bu yazıları oxuduqca öz içində Tolstoyun romanlarının qəhrəmanlarının kimi həyatın acı və sevinç dolu sirlərini bir daha anlamağa başladı. O, düşündü, bu yazılar bizim alt dünya ilə bağlı, qəlbimizin ən dərin sirlərinin, unudulmuş kədəri və sarsılmaz ümidimizi simvolizə edir. Hər birimizin içində bu yazılarda əks olunan o sarsılmaz işıq və dərin duyğu var. Biz bu sirləri öyrənərək həyatın hər bir çətinliyini aşmaq üçün özümüzü gücləndiririk.
Rafiqin mağarada keçirdiyi o günlər yalnız fiziki səyahət değildi, o, həm də öz iç dünyasında, qəlbindəki ən dərin duyğuları, kədərləri, ümidləri və sevgi işığını kəşf etməyə başladığı bir mərhələ idi. Hər an o, qaranlıq alt dünyanın sədalarını dinləyir, öz içindəki sarsılmaz gücü və ümidin dəyərini bir daha hiss edirdi. O, mağara divarlarında əks olunan hər bir naxışı, hər bir çatlağı, əcdadların həyat dərslərini xatırlayır, bu dərin sirlərdən ilham alırdı. Nəhayət, Rafiq mağaradan çıxdıqda qürur və sarsılmaz ümid qəlbində yeni bir işıq kimi yanırdı. O, kəndə qayıdarkən hər addımında yaşadığı bu dərin sınağın, alt dünyanın sirlərinin və öz içində kəşf etdiyi dərin duyğuların təcəssümünü hiss edirdi. Kəndə qayıtdıqda o, ailəsi və bütün Səadətabad sakinləri arasında yaşadığı bu möhtəşəm təcrübənin, alt dünyanın qaranlıq sədalarını və orada öyrəndiyi dərin hikməti paylaşdı. Həsən bəy, Rafiqin bu səyahətindən sonra kəndin meydanında toplanan insanlara belə deyirdi: "Əzizlərim, həyatımızda qarşılaşdığımız hər bir çətinlik, hər bir əngəl bizim içimizdəki sarsılmaz işığın, sevgimizin və mərhəmətimizin bir parçasıdır." Rafiqin mağarada tapdığı o yazılar, keçmişin acı və şirin hekayələrinin, ailə və dostluq bağlarımızın dərinliyini, sarsılmaz ümidimizi bizə xatırladır. Bu sınaq hər kəsə həyatın ən böyük dərsinin, öz içimizdəki gücü tapmaq və onu sevgi ilə qorumaq olduğunu göstərir. Bu sözlər kənd sakinləri arasında dərin təsir yaratdı. Hər kəs Rafiqin yaşadığı bu sınağı öz həyat yolunda qarşılaşdığı çətinliklərlə müqayisə edərək, ailə və dostluq əlaqələrinin nə qədər qiymətli olduğunu bir daha anladı. Nigar, mağarada yaşanan bu dərin duyğuları öz şeir və nəsr əsərlərində sənədləşdirərək, Səadətabadın hər küncündə, hər evin divarında, hər gəncin qəlbində sarsılmaz ümidin və sevginin əbədi sədasını oxuculara çatdırdı. Zaman keçdikcə Rafiqin və Nigarın yazdıqları Səadətabadın dərin tarixindən, əcdadların öyrətdiyi dəyərlərə və insanların öz iç dünyasında tapdıqları sarsılmaz işığa şahid oldu. Hər kəs bu hekayələri oxuduqca öz həyatındakı hər bir çətinlikdən, hər bir əngəldən yalnız öyrəniləcək bir dərs və sarsılmaz ümid tapdığını anladı. Gənclər Rafiqin mağaradakı təcrübəsindən ilhamlanaraq öz içlərində yanan o sarsılmaz işığı daha da gücləndirir, ailə və dostluq bağlarının ənənələri qoruyub saxlamağa çalışırdılar. Beləliklə, Alt Dünya, Qaranlıq Səssizliyin Dərsləri adlı bu dastan yalnız bir gəncin, Rafiqin mağarada yaşadığı sınağın və tapdığı dərin hikmətin hekayəsi deyil, o, bütün insanlığın həyat yolunda qarşılaşdığı çətinliklərin, kədərlərin və sarsılmaz ümidin əbədi sədasıdır. Biz bu hekayəni oxuduqca keçmişin acı və şirin dərslərinin, ailə və dostluq bağlarının, ən əsası isə insan qəlbində yanan sarsılmaz işığın dəyərini bir daha kəşf edirik. Hər kəs bilir ki, həyatın ən böyük zənginliyi yalnız maddi sərvətlərdə deyil, o, ailə, dostluq, sevgi və mərhəmətdən insanın öz içində yanan sarsılmaz ümiddə gizlidir. Bu dastan Azərbaycanın qədim torpağından çıxan əcdadlarımızın qoyduğu dəyərləri, ailə və dostluq bağlarını və insan ruhunun ən dərin hisslərini özündə birləşdirən Tolstoyun dərin insan təfəkkürünə xas üslubda yazılmış, hər kəsin ürəyində əbədi iz buraxacaq, nəsillərə ötürüləcək bir nağıl olaraq qalacaqdır. Beləliklə, Alt Dünya, Qaranlıq Səssizliyin Dərsləri adlı bu hekayə həyatın hər bir anında, hər bir əngəl qarşısında insanın içində yanan sarsılmaz ümidin, sevginin və mərhəmətin sədasını eşidərək hər kəsin qəlbində dərin bir iz buraxacaq, bizi birləşdirəcək və gələcəyə inamla addım atmağa sövq edəcəkdir.